Salam, əziz və hörmətli bacı və qardaşlarımız, xoş gördük sizləri. İslami və cəhani hökumətin və zuhurun və qiyamın addım səsləri yaxınlaşdıqca söz verdiyimiz kimi qəribə və bəzən təəccübləndirici hadisələr bir-birini əvəzləməyə davam edir. Amerikalı professor ki, ateistdir, İslam dinini qəbul edir. İndi gəlin görək bu İslam dinini nə üçün Amerikalı professor qəbul edir? And now if we look to the Quran, we'll find that 3% are commands and prohibitions. Deyir, əgər biz Qur'anın üzərində yaxşı araşdırma aparsaq, görərik ki, onun ayələrinin sadəcə 3% göstərişlər və qadağalardan ibarətdir. Bu ayələrə 3% rast gələ bilərik. Yadınıza gəlirsə, bizim bağlanan ikinci kanalımız, Rıza Kazimi Plus kanalımız, orada Qur'an və Əhl-i-Beyt kəlamlarının fəlsəfəsindən danışanda bu barədə bir çox proqramlarda təkid etmişdik ki, Qur'an mütləq varlığın həqiqəti özü olan Həzrəti Allahdan nazil olub gələn kitabdır ki, fiziki aləmdə kitab surətində təcəlli edib. Amma onun həqiqəti bütün varlıqların əsli və həqiqəti olan Allahdan nazil olur. Və buna görə də həqiqi hikmət və sözün həqiqi mənasında fəlsəfə və varlığın həqiqəti Qur'anda bəyan olur. Bu professor, səhv eləmirəmsə Jeffrey Long'dur adı. Nə qədər olmasa da insandır. Biz buna dəfələrlə danışmışdıq. Hətta bağlanan birinci kanalımızda da, siyasi kanalımızda da deyirdik ki, zuhur ərəfəsində Əleyhisselamın buyurduğu kimi yuxarıdakılar aşağı, aşağıdakılar yuxarı gedəcək. Niyə? Çünki bəzi insanlar var, qərbdə, coğrafi mənada qərbdə yaşasa da insanlığı zərrə də olsa əqli düşüncəsi, əqli potensialı, ilahi nur olan ağıl nuru işləyir və bəziləri onlar təhqiq edirlər və qərbin əsrlər boyu öz başına və Allahın yerinə insanı Allah olaraq Allahlaşdırıb qoyduğu sistemindən cana gəlirlər və məcbur olur onların fitrəti və necə deyərlər, əql nuru, fitrətindən qaynaqlanan insani məqamı, əql nuru onları araşdırmaya sövq edir. Bax, bu ateist olan professor da deyir ki, Qur'anın ayələrinin 3% qadağalardır. Yəni, Qur'anı dünyada təbliğat dalğası ilə siyonist medialar və elə bu professorun özü Amerikanın evangelizmin mərkəzi böyük şeytan sisteminin özündə universitetdə bir professordur və ateistdir. Bütün bu siyonizmin mərkəzindən olan media dəccalının dalğalarını görür və görür ki, İslamı və Qur'anı yalnız dünya xalqlarına indiyə qədər qadağalardan ibarət və xurafatlardan ibarət çatdırmağa çalışıblar. Əleyhisselamın buyurduğu aşağıdakılar yuxarı gedəcək kəlamı bunun kimi insanlara şamil olur. Amma təəssüf ki, bugün gördüyümüz bölgə hadisələrində dırnaqarası müsəlmanlar istəyir liderlər formasında Süfyani cərəyanının nökərinə çevrilənlər, istəyir də qeyrəti olmayan vəhabilər formasında yuxarıda görünürlər müsəlman adı altında, amma aşağı gedirlər. And are commands and prohibitions. 97% of the Quran teaches ethics, the relationship between God and man. Deyir ki, Qur'anın qalan 97% isə bizlərə əxlaq öyrədir. İnsanla Allah arasındakı rabitəni və əlaqəni öyrədir. Və bizə öyrədir ki, yaşayışımızın, həyatımızın hədəfi nədir? Və biz hansı həqiqi insani parametrlərə və xarakterlərə sahib olmalıyıq? Görün, nə qədər dərin araşdırma aparıb buna çatıb. Həqiqətən də Qur'anda Allah Peyğəmbərinə nə buyurur? Buyurur ki,
İnneke le'ala xuluqin azim. Peyğəmbər, sən həqiqətən də əzəmətli əxlaq sahibisən. Əxlaq yəni insanın həyat sektorlarında, həyat sahələrində özünü necə aparması. İnsanın Allah cilvəsi olaraq siyasi, sosial, ictimai, elmi və digər sektorlarda insanlığının hakim olmasını öyrədir. Əxlaq yəni bu. Bizlərə orta əsrlər dövründən qərbdən sürüklənib gələn, miras qalan batil bir əqidə var idi. Əxlaq ayrıdır, yəni din, əxlaqi mövhumat, gözlə görünməyən, hiss olunmayan, fiziki, mənəvi insanın fərdi işlərinə aiddir. Maddi və dünyəvi siyasət, idarəçiliyə əxlaq aid deyil. Makiavli fəlsəfəsi və yaxud da biz bağlanan kanallarımızdan birində Yahud protokollarından danışanda nə deyirdi? Yahud protokollarında da deyir ki, əxlaqı olan siyasətçidən siyasətçi çıxmaz. Bütün onların nəzəriyyələrini bu ateist professor, Amerikalı professor alt-üst edir. Deyir, Quran bizə əsas dərsi əxlaq və insanın Allahla əlaqəsi. Diqqət eləyin. Yəni, insanın həqiqəti Allahdandır. Və nəyi öyrədir? The purpose of life, morality, other truths as well. The history of nations in the past teaches us how to be self-critical. Və bundan əlavə bizə öyrədir ki, keçmişdə insanlar necə yaşayıb, bir-biri ilə necə münasibət qurublar və onların yaşayışına baxıb necə ibrət götürməliyik, necə tənqid eləməliyik və bunun üçün iman və argumentdən necə istifadə eləməliyik. Çox gözəl dərk eləyib Qur'anı. Təəssüf ki, bir çox dırnaqarası müsəlmanlara baxanda çox qəşəng araşdırıb və dərk eləyib. İnsanlar arasında keçmişdə olan münasibətlərə baxıb və başlarına gələnlərə baxıb ibrət götürmək biz dəfələrlə dediyimiz cərəyanşünaslıqdır. Bizə deyirlər, tarix təkrarlanır. Tarixi sadəcə xronoloji və zahiri baxımdan bizə deyirlər təkrarlanır. Amma bu baxış qərbdən qaynaqlanan və insanları idarə etmək üçün hətta əvvəl orta əsrlərdən sonra Rönesans dövründə insanlarda elm və din ayrılığı, siyasət və din ayrılığını göstərmək üçün keşişlərin də, satqın bəzi keşişlərin bəzilərini də özlərinə qoşmaqla insanları idarə etmək üçün. Yəni, dünyavuz biz firanlara aiddir, ahirətdir, Allah da hələ məsihlərin arasında bunu edirdilər. Bu, sonraki söhbətdir, yəni dünyaya aidiyyəti yoxdur. Amma bu çox gözəl dərk eləyib. Deyir, Qur'an bizə keçmişdəkilərdən ibrət götürməyi, yəni Qərbin təbliğ elədiyi xronoloji ardıcıllıq deyil, dünya axirətdən ayrıdır söhbəti deyil. Keçmişdə olanlar tarix təkrarlanır deyil, cərəyandır. Arxasında mütləq varlıq var ki, onun cilvəsidir və onun sünnəti üzrə hər bir əməlin özünə uyğun cəzası olub və buna canlı və cansız bildiyimiz bütün varlıq sistemi cavab verib. Çox gözəl bunu dərk eləyib və bundan əlavə görün nəyə toxunur? Qur'an bizə öyrədir ki, necə onları təhlil və tənqid eləyək və bu yolda dəlil, argument və imana necə söykənək. İman yəni mütləq varlıq haqqın özünə, mən özümdən deyiləm və heç nə özündən deyil, hər şey onun cilvəsidir və bu imandan qaynaqlanan insani argument potensialı, yəni əqli nur. How to use reason and faith teaches many, many major themes. You know what I was taught when I became a convert? Çox prinsipial və əsas mövzular var Qur'anda. Bilirsiniz ki, mən müsəlman olanda nə fikirləşirdim? Rules, rules, rules. Yalnız qanunlar, qanunlar, qanunlar. Yəni ən mükəmməl qanunlar bizə yedirdiblər demokratiya, liberal demokrat, kommunist və Konfüsiyus və s. və s. və s. Amma qanunları fikirləşirdim.
hadn't studied this religion myself and entered this religion and all I received were rules. Əgər mən özüm bu dini mütaliə eləməsəydim, araşdırmasaydım və yalnız dünyada olan bu qanunlarla davam eləsəydim və bunların üzərində yaşasaydım, Rules. I would have left it the next. onda elə səhərsi gün tərk eləyərdim. Yəni, mən qulağımı digərlərinə versəydim, Allah, burada da çox gözəl nöqtəyə işarə vurur. Bilinir ki, Qur'anı yaxşı araşdırıb və Qur'anla həqiqi yaşayandır. Baxmayaraq ki, zahiri fiziki Qur'an kitabı əlində olmayıb. Yadınıza gəlir, bir neçə dəfə mühüm mövzularda toxunmuşduq. Qur'an nə deyir? Fir'on barəsində. İstəxəffə qavməhu fəəta'uh. O, öz millətini, cəmaatını təhqir etdi, üngül saydı. Onlar da fasiləsiz, sorğu-sualsız itaət etdilər ondan, Fir'ondan. Bu deyir, mən özüm araşdırmasaydım, mən də qulağımı digərlərinin ağzına tapşırardım. Qanunlar deyib, beynəlxalq qanun filan, demokratiya. Mən də yolumu azardım. Əzizlər, burada çox ibrət var, mən vaxtı uzalmaq istəmirəm. Biri budur ki, bayaq dediyimiz Əleyhisselamın kəlamı. Alt üst olacaqsınız. Bax, görünür. İkincisi budur ki, Qur'an buyurur, Rubbətə lil-Qur'an vəl-Qur'an yəl'anuh. Nə çox Qur'an tilavət eləyənlər var ki, o halda ki, Qur'an oxuduğu halda Qur'an özü onu lənətləyir. Biz Qur'an oxuyanda Allahın kəlamını bizim boğazımız və dilimiz, nitq hissəmiz vasitələri ilə Allah bizim surətdə olan zilvəsində o səsləri çıxardır. Yəni Allahın qanunlarını pozub Qur'an oxuyanlar o qədərdir ki, bugünkü dünyada artıq bilirsiniz. Birinin üstündə Şiə bir indi, birinin üstündə Sünni bir indi, birinin üstündə nə bilim İmam Zamancı bir indi, birinin üstündə Mücahid bir indi və s. Və təəssüf ki, insanlar da bu qurumlara, bunlara baxıb mücahidləri, şiələri, sünniləri bu cür tanıyır və düşmən bunu edir. Bəziləri isə düşmənin dəyirmanına bilərək və ya bilməyərək hər ikisi də öz mənfəətlərinə görə su tökürlər. Və üçüncü məsələ burada bilirsiniz nədir? Üçüncü məsələ burada budur ki, hətta Tufanul Əqsadan öncə biz proqramlarda da təhlil etmişdik. İran İslam Respublikası İslam Cumhuriyyəti və Müqavimət Mərkəzliyi olaraq qlobal müqavimət yolunda və İmam Zamanın zuhur hökuməti yolunda şüarlarından biri də bu idi. Amerikanın Ağ Evini Hüseyniyyəyə çevirəcəyi. Bunlar onun işartısıdır. Necə ki, Amerikada, universitetlərdə tələbələr, həm Amerikalı, həm Amerikadan digər yerlərdən gələn tələbələr Fələstini müdafiə edir, İsraili lənətləyir və Trump hökuməti qanunları daha da çətinləşdirir o tələbələr üçün. Bəzilərini artıq elə qadağalar qoyub ki, bir balaca hiss olunsa universitetlərdən xaric ediləcəklər. Bu tipli hadisələr İmam Zamanın ayaq səslərinin, mübarək ayaq səslərinin yaxınlaşdığını göstərir. Sübh yaxındır, sizləri sübhün sahibinə əmanət edirik.